Birləşmiş Millətlər Təşkilatının dərc etdiyi məlumatlara əsasən hesablamalara görə dünya əhalisi 2025-ci ildə 8,2 milyardı ötüb. Rəsmi xəbərlərə görə bu rəqəm 1998-ci ildə 6 milyard, 2010-cu ildə 7 milyard və 2022-ci ildə 8 milyarda çatıb. Dünya əhalisinin hazırda 8,3 milyard olduğu təxmin edilir. Worldometer statistika platformasının rəsmi məlumatlarına əsaslanan hesablamalara görə dünya əhalisinin təxminən 59%, Asiyada 19%, Afrikada 9%, Avropada 8%, Latın Amerikası və Karib dənizində təxminən 5% isə Şimali Amerikada yaşayır. Dünya əhalisinin 2037-ci ildə 9 milyarda, 2060-cı ildə isə 10 milyarda çatacağı gözlənilir. 2025-ci il etibarilə dünyada əhalisi 100 milyonu keçən 16 ölkə var. Əhali sayına görə qlobal liderlər olan Çin və Hindistan birlikdə dünya əhalisinin təxminən 1/3-ni təşkil edən milyardlıq həddi keçən yeganə iki ölkədir. Əhalisinin sayı ən çox olan ölkələr: Hindistan 1,46 milyard, Çin 1,41 milyard, ABŞ 347 milyon, İndoneziya 285 milyon, Pakistan 255 milyon, Nigeriya 237 milyon, Braziliya 212 milyon.